İpotekanın iki forması var. Deməli, güzəştli ipoteka 4% maksimum həddidir. Ümumi ipoteka, adi ipoteka, bu da 8%, zəmanətli halda 7%-dir. Ümumi ipoteka üzrə maksimum ayrılan limit, ödənilən məbləğ 150.000 manatdır. Güzəştli ipotekada bu rəqəm 100.000 manatdır. Ümumi ipoteka üzrə öhdəliyin müddəti 25 ildir. Güzəştli ipotekada bu müddət 30 ildir. 30 il müəyyən olur. Ümumi ipotekanın belə deyək də, ümumi tələblərə, kriteriyalara cavab vermə imkanları güzəştli ipoteka ilə müqayisədə daha asandır. Sadəcə fərq ondan ibarətdir ki, ümumi ipotekada vətəndaşın gəlir pul qazanma, belə deyək də, rəsmi qaydada imkanları daha geniş olmalıdır. Yəni, onun gəlirləri daha çox olmalıdır. Öhdəlikləri buna müqayisədə aşağı olmalıdır ki, o 150.000 manat, belə deyək də, maksimum ayrılan limitə cavab versin. Ümumi ipotekada fərq eləmir, siz harada, hansı sahədə çalışırsınız, sizin yaşınız neçədir. Əgər sizin gəlirləriniz qeyd olunan şərtlərə cavab verirsə, aylıq ödəniş imkanlarını qarşılaya bilirsinizsə, ipoteka qiymətləndirməsində əlavə problemləriniz ortaya çıxmırsa, aktiv öhdəliklərinizlə müqayisədə sizin əldə etdiyiniz, yəni qazancınız, gəliriniz mövcud, belə deyək də, öhdəliyi də icra etməyə imkan verirsə, bu halda sizə razılıq verilir, siz ipoteka götürürsünüz. Güzəştli ipotekada isə xüsusi kateqoriyadan olan şəxslər bu ipotekadan yararlana bilər. Bu kateqoriyada belə deyək də, dövlət qulluqçusu, hərbi qulluqçusu, şəhid ailəsi, belə deyək, ümumiyyətlə, belə deyək də, əvvəllər orta təhsil məktəblərində idi, indi fərqi yoxdur. Bütün sahədə fəaliyyət göstərən müəllimlər, hətta bilirsiniz, artıq jurnalistlərə də bu şamil olunur, təbii ki, qoyulan tələblərə cavab verən. İdman sahəsində xüsusi, belə deyək, o nailiyyətləri olan, elm sahəsində xüsusi kateqoriyaya da aid olan şəxslər, yəni yalnız bu şəxslər güzəştli ipotekadan yararlanmaq imkanına malikdir. Bu kateqoriyanın, belə deyək də, sahəsi biraz kənardan məhdud görünsə də, amma təbii ki, il ərzində ayrılan limitlərə, ipoteka limitlərinə uyğun olaraq, təbii ki, belə deyək də, ondan yararlanan şəxslərin dairəsi, kateqoriyası da müəyyən olunur. Yəni, ümumilikdə, biz təbii ki, mövcud şəraitdə Azərbaycanda əhalinin gəlirlik səviyyəsini, maddi vəsaitə bir dəfəlik ödəniş üçün, maddi vəsaitə çıxış imkanlarını, digər məsələləri, orta aylıq əmək haqqı əzmini müqayisə aparıb, deyirik ki, Azərbaycanda ipoteka şərtləri alırdır, amma açığı müqayisələr göstərir, təhlillər göstərir ki, hal-hazırda yaşadığımız coğrafiyada, yəni, məsələn, biz daha çox müqayisəni aparırıq MDB ölkələri ilə, qonşu Türkiyə ilə və s. Bu ölkələrlə müqayisə apardıqda, mən hesab edirəm ki, Azərbaycanda ən optimal, bu coğrafiyada ən optimal ipoteka şərtlərindən biri də Azərbaycandadır. Çünki, məsələn, Türkiyədə ipoteka kreditləri üzrə faiz dərəcələri həddən artıq yüksəkdir. MDB ölkələri sırasında Azərbaycanla müqayisə oluna biləcək cəmi 2 ölkə var. Biri Belarusdur, məsələn. Bir də Ukraynadır. Ukraynada artıq demək olar ki, bu prosesdən kifayət qədər kənarda qalır. Yəni, bu mənada Azərbaycanda ipoteka şərtləri kifayət qədər uyğundur. Hətta mən deyərdim, əlçatandır. Sadəcə Azərbaycan iqtisadiyyatında müəyyən məsələlər var ki, o məsələlərin tənzimlənməsi təəssüflər olsun ki, ipotekadan yararlanmaq baxımından isə müəyyən problemlər yaradır.